Deməli, mən nə demişdim? Maya sarmaşığı, elodeya və kənafda dişi XX-dir, erkək XY-dir. Mən rüşem kisəsi çəkirəm və məndən deyir ki, zaten bunun dişisi XX xromosom dəstindədir. Deməli, bunun mərkəzi hüceyrəsi XX-dir, yumurta hüceyrəsi də X olacaq. Və bura gələn spermi, axı bunun erkəyi XY xromosom dəstindədir. Ya bura gələn spermlər X xromosom dəstli olmalıdır. X xromosom dəstli spermlər gəlsə, bunun endospermi olacaq XXX. Yox, Y xromosom dəstli spermləri gəlsə, bunun endospermi olacaq X, baxın, endospermi olacaq XXY. XXY. Düzdürmü? Deməli, bu bitkilərdə endosperm ya XXY ya da XXX xromosom dəstində olacaq. Yox, əgər burada bizdə məsələ də bu bitkiləri yox, çiyələk bitkisini versəydi, mən nə demişdim? Demişdim ki, çiyələkdə dişilər XY-dir, heterogametdir. Erkəklər isə XX-dir. Onda gəlin baxaq. Baxaq dişinin rüşem kisəsinə. Bu zaman dişinin rüşemi ya XX olacaq mərkəzi hüceyrəsi, bu da yumurta hüceyrəsi. İndi bizdən endospermi soruşur. Bura gələn spermlər X-dan başqa gəlmə avantajı yoxdur. Düzdür? Çünki erkəklər XX xromosom dəstindədir. Deməli, çiyələkdə əgər mərkəzi hüceyrə XX xromosom dəstində olsaydı, bunun endospermi XXX olacaq. Yox, əgər Y xromosomlu olsa, onda biz bunu burada pozaq, onda buralar Y xromosom dəstli olacaq. Onda endosperm XYY xromosom dəstində olmuş olacaq.